boşanan qızın valideynlərinin bu işə adi baxmasından irəli gəlir 99% boşanmalar. Bizim efirə çıxanlarımız bu ağılda olanda, əlbəttə ki, hansısa ucqar bir kənddə 16 yaşlı bir qız qeyri-rəsmi nikahla ərə verilib, Kürdən cəsədinin tapılması çox normal olmalıdır bizim üçün. Niyə? Çünki bizim beynimiz inkişaf eləməyib. Niyə? Çünki bizim düşüncə tərzimiz inkişaf eləməyib. Biz boşanmağı normal hesab edə biləcək ağılda millət deyilik hələ. Ərə getdinsə ölməlisən beynində yaşayan, küt və cahil millətik. Və ona görə də bizim qızlarımız ərə getdikdən sonra narkomana gedirlər, qumarbaza gedirlər, nə bilim ən axırıncı, ən axmaq adamlarla gedib evlənirlər. Sonra da özlərini məcbur hesab edirlər ömür boyu o adama. Sonra da gedirsiniz meyitlərini yığırsınız oradan buradan. Sonra da gəlib oturursunuz ağlayırsınız ki, mənim qızım, mənim qızım. Biz artıq millət olaraq boşanmanı da evlilik kimi normal qəbul edən bir beyinə gəlməliyik. Boşanmanı nəsillər arası bir müharibə kimi elan etməyi dayandırmalıyıq artıq. Bunun üçün də ilk öncə beynimiz inkişaf eləməlidir. İndi gəlib kütbeyinlər yazacaqlar ki, boşanmanı təbliğ edir bu. Boşanmanı təbliğ etmirəm. Evliliyin içində insanın qadın və ya kişi olmasından asılı olmayaraq özünü məhv etməsinin normal olmadığını deyirəm. Yenə də kütbeyinlərə çatmayacaq əlbəttə.